üsul yazdı. O üsul ancaq təbii ki mən bilirdim. O üsul nədir? 1 minus kosinus 2 alfa böl sinus 2 alfa. Bu sizə lazım olan düsturdur. Bunu yaxşı bilin. Bu yuxarı 2 dənə sinus kvadratı alfadır. Aşağıda 2 sinus alfa kosinus alfadır. İxtisar eləyəndə qalır sinus bölü kosinus, o da eləyir tangens alfa. Bir də 1 plus kosinus 2 alfa bölünsün sinüs 2 alfa var. O da bizə verir kotangens alfanı. Bunlara aid qəşəng suallar qurmaq olur. İndi görə bunun bununla nə əlaqəsi var? Bax, kök altda 2, burada əlavə bucaq daxil edirəm. O bildiniz hansı üsuldur. Qalır 1 böl kök 2 sinus alfa minus 1 böl kök 2 kosinus alfa. Aşağıda da nə əmələ gəlir? Kök 2'ni yaradırıq. 1 böl kök 2 sinus alfa sığsın 1 böl kök 2 kosinus alfa. İndi biz niyə belə elədik? Əlavə bucaq daxil etmək üçün. Amma bucağı gərək eyniləşdirək. Məqsədim odur. Onda nə edirəm? Buna sinus 45 deyirəm, buna kosinus 45 deyirəm. Kök 2'yə də bölürəm. Deməli, bu olur 1 minus kosinus alfa çıx pi böl 4. Bildiniz də kosinus alfa, kosinus beta, plus sinus alfa, sinus beta. Buna da kosinus 45 deyirəm, buna sinus 45 deyirəm. Bu dəfə də olur bu belə. Hə, indi bu yuxarıdakı düstura oxşadı. Oxşadı. Bucağı nə edirdi? Tangesdə 2'yə bölürdü. Deməli, tangesdə bucağı 2'yə böləcəm. Anladınız mı? Bəli.